Salam əleykum əziz şagirdlər. Bugün sizinlə 9-cu sinif 1-ci bölmədə olan bəzi çalışmalara baxacağıq. Burada nəzərinizə çatdırmaq istədiyim fəaliyyət bölgəsi var. Burada standart dəyişikliklə nisbi kütlələr necə hesablanır? Bax, bu mövzu üzərində biraz araşdırma aparaq. Ümumiyyətlə, standart dəyişirsə bunu necə eləyirik? Gördüyünüz kimi addım 1. Müxtəlif standartlar seçilir. Addım 2. K, yəni çevrilmə əmsalı hesablanır. Bu zaman necə edirik? Məsələn, helium-4 standartı seçilərsə, götürürük helium-4 standartını. Deməli, burada biz çevrilmə əmsalını tapmalıyıq. Çevrilmə əmsalı necə hesablanır? Deməli, K-nı necə hesabladıq? 12-ni bölürük 4-ə, yəni karbon 12 izotopunun kütləsini bölürük heliuma. Yəni yeni standart hansıdırsa, artıq o atomun kütləsinə bölürük. Alırıq bu çevrilmə əmsalını 3. Sonra isə hər bir atomun yeni standarta görə atom kütləsini hesablamaq üçün isə köhnə standartdakı normal olan o kütləni vururuq o çevrilmə əmsalına. Aydın oldu? Məsələn, digər çalışmada baxın, oksigen 16 standartına görə hesablamamızı istəyir. Onda necə edirik? Yenə çevrilmə əmsalını tapırıq. 12-ni bölürük 16-ya. Burada 0,71 tapırıq. Çevrilmə əmsalını sonra hər bir atomun öz kütləsini o 0,75-ə vurub yeni nəticəni alırıq. Yeni standarta görə olan atom kütləsini, nisbi atom kütləsini hesablamış oluruq. Və yaxud da C blokunda bizə kalsiyuma görə verib. Baxaq bir dənə C blokuna baxın. Kalsiyuma görə yeni standarta görə hesablamanı tələb edir. Onda da eyni ilə 0,3-ü isə vuracağıq, istənilən verilmiş elementin kütləsinə vuracağıq. Bax, belə hesablanır. Davam edək, fəaliyyət blokundakı müzakirə edin sualları ilə hansı standartı seçsək, elementlərin mövcud nisbi atom kütləsi 2 dəfə azalar. Deməli, biz K çevrilmə əmsalını elə seçməliyik, tapmalıyıq ki, elementin indiki kütləsini, atom kütləsini o çevrilmə əmsalına vuranda 2 dəfə azalsın. Yəni, K-nı elə seçməliyik, elə tapmalıyıq. Necə eləyək bəs? K-nın da tapma yolu buydu ki, karbon 12-ni bölürük verilmiş standarta, yeni standarta görə. Biz də magnezium 24-ü götürsək, 12-ni 24-ə bölündə biz burada 0,5 alacağıq K çevrilmə əmsalını. Artıq bundan sonra digər hesablamaları apara bilərik və müqayisə aparanda doğrudan da görürük ki, sualda bizə şərtdə dediyini, elə bil ki, təsdiqini tapırıq ki, elementin mövcud nisbi atom kütləsi 2 dəfə azalar. Bəli, gördüyünüz kimi 12-dən 6-ya düşdü. Biz nə elədik? Bir də deyirəm, magnezium 24 seçdik. K çevrilmə əmsalını burada tapdıq. K çevrilmə əmsalını necə tapdıq? Götürürük karbon 12-ni, yəni verilmiş karbonun kütləsini bölürük 24-ə, tapırıq burada 0,5. Sonra isə gördüyünüz hesablamanı aparır. Yəni K-ya vurmaq lazımdır. Çevrilmə əmsalına vurmaq lazımdır. Keçirik növbəti suala. İkinci sualda deyir ki, standart kimi azot atomunun kütləsinin 14-də 1-i götürülərsə, elementlərin nisbi atom kütlələri necə olar? Cavabımızı əsaslandıraq. Deməli, əgər azot atomunun 14-də 1-i götürülərsə, yeni standart üçün deyir, o zaman 14-də 1, azot atomunun bilirik ki, kütləsi də 14-dür də, nisbi atom kütləsi. Bunu 14-də 1-in tabanda elə 1 eləyir. Yəni, indiki standart dəyişmir. Yəni, olan nisbi atom kütlələrində heç bir dəyişiklik baş verməyəcək. Cavabımızı da belə əsaslandırırıq ki, yəni 14-ün 14-də 1-i elə 1 olduğuna görə, yəni nisbət 1 olduğuna görə heç bir dəyişiklik baş verməyəcək. Kütləsi dəyişməyəcək. Məsələn, hidrogen 1-dirsə elə 1 kimi qalacaq. Karbon 12-dir və 12 olaraq da qalacaq. Davam edirik 3-cü çalışma sualına. Atom kimi molekulların da nisbi molekul kütləsi karbon 12 atomunun kütləsinin 12-də 1 hissəsinə nisbəti hesablanarsa, o zaman su, SO2 qazı, amonyak, sülfat turşusu üçün necə olar? Yəni bu hesab burada da dəyişməyəcək. Niyə? Çünki karbon 12-nin 12-də 1 hissəsidir. Yəni yeni standarta keçid eləsək, burada da nisbət 1 elədiyinə görə heç bir atom, nisbi atom kütləsində dəyişiklik baş vermədiyinə görə elə molekul kütlələri də dəyişməyəcək. Yəni emerlərin də ayır dəyişmədiyinə görə emer də dəyişməyəcək. Yazılı şəkildə də belə izah edə bilərik ki, baxın, karbon atomunun 12-də 1-i hesablayırıq, elə 1 eləyir, düzdür? Suyun öz kütləsini hesablayanda, emerini hesablayanda bu 18-dir. Əgər ayırda heç bir dəyişiklik baş verməsə, elə 12-də 1-i, 12-nin 12-də 1-i 1 elədiyinə görə, yəni heç bir dəyişiklik baş vermir də, burada yeni bir standarta keçid, yeni bir çevrilmə əmsalına ehtiyac duyulmur, buradakılar kimi də bayaq ki, çalışmalar kimi K-ya və digər bir çevrilmə əmsalına heç bir ehtiyac yoxdur. Yəni 1 alındığına görə, ona görə emer də dəyişməyəcək. Necə var, elə qalır. Məsələn, SO2-nin emerini hesablayanda da burada 64 alırdıq, elə 64 kimi də qalacaq. Yenə deyirəm, çünki burada heç bir dəyişikliyə ehtiyac qalmır. Çünki 12-nin 12-də 1-i elə 1-dir. Davam edirik 4-cü çalışmanın. Deyir, standart kimi helium-4 götürdük də, O2, karbon qazı, orta fosfat turşusu bu maddələrin hesablasaq, yəni molekul kütləsini, nisbi molekul kütləsini, o zaman bu necə dəyişəcək? Yəni burada da deməli helium-4 standartı götürürük. Burada K çevrilmə əmsalını hesablayırıq. Düsturu yadımıza salırıq. K çevrilmə əmsalı necə idi? 12-ni 4-ə bölməliydik. Orada ayır karbonu bölürük. Standart hansı element seçilibsə onun nisbi atom kütləsi məxrəcdə yazılır. Bu olur 3. Deməli K çevrilmə əmsalı 3-dür. Yəni 3 dəfə artıq 3-ə vuracağıq da belə çıxır ki. Amma biz birbaşa oksigen qazının kütləsini, emerini 3-ə vurub belə deyə bilərik. Görərsiniz ki, 3 dəfə artır, amma mən izahla yazmaq istəyirəm. Bu zaman nisbi atom kütlələri 3 dəfə artacaq. Doğrudan da 16-nın çarpımında 48 eləyir. Əgər bir oksigen 48-dirsə, 2 oksigen 96-dır. Yəni biz bunun molekul kütləsini, nisbi molekul kütləsini hesablamış oluruq burada. Amma qısaca deyə bilərik ki, hər bir maddənin kütləsi 3 dəfə artacaq. Yəni karbon qazı 44-dür, 3-ə vuracaqsınız 132. Orta fosfat turşusu 98-dir, 3-ə vuracaqsınız 294. Bax belə.